Esselamu Aleyküm və Rəhmətullah. Adım Bəhruzdur, özüm Mingəçevir şəhərində yaşayıram. İxtisasım və işim barədə məlumat verəsi olsam, özüm mebel sahəsi üzrə çalışıram və həm də ki tələbəyim. Və özümüz Allahın izni ilə bu ziyarətə Azərbaycandan gəlmişik. Daha səmimi danışsaq, mənim bu ilk səfərimdir və yaşadığım region üzrə ətrafda dost-tanışdan da eşidirdim bu ziyarət barədə, insanların göstərdiyi xidmət və s. barədə mən deyərdim ki, eşitdiyimdən daha çoxunu burada gördüm mən. Çünki hətta bəzi daha çox təsir edən mövzular oldu ki, bunlardan məsələn mən deyə bilərdim ki, insanların necə canfəşanlıqla sənə yaxınlaşmağa, hətta bir növ sənin hansısa bir təamı götürməyin və yaxud da onların sənə göstərdiyi xidməti qəbul eləməyin üçün bir növ onlar insanlara yalvarırdılar ki, bizim xeymə tərəfə üz tutun. Əslən ki, hər bir şəxsin müəyyən mövzulara yanaşma prizması başqa olur, hər bir şəxsin baxış bucağı olur. Mən düşünürəm ki, bunu biz Ərbənin ziyarətinə də tətbiq eləsək, müəyyən insanlara təsir edən öz yaşadığımız vilayətə görə qeyri-adi bir hadisələr görə bilərik ki, məsələn, mən özüm yaşadığından bir nümunə çəkə bilərəm ki, həqiqətən də hər bir kəs öz gücü çatdığı qədəri ilə xidmət edirdi. Bəzi şəxslər əlində yer pələklərlə insanları sərinləşdirməyə çalışırlar. Bəziləri, hətta mən ən təsirlərindən birini deyə bilərdim ki, bir qardaş var idi ki, kardonun üstünə internet yazaraq günün altında insanları ora cəlb edirdi ki, yəni kimsə əgər internet xidmətindən istifadə edirsə, ona yaxınlaşsınlar. Daha səmimi danışsaq, bizlər ki, Ərbənin ziyarətinə çıxmamışdan qabaq ustadlardan biri xütbə edirdi və mən düşünürəm ki, bu xütbə çox böyük təsir qoyub. İnşallah ki, bunu növbəti yaşam tərzlərimizdə də tətbiq edərik. Qeyd edirdi ki, Ərbənin ziyarətində ən çox diqqət eləməli olduğumuz mövzulardan biri qəzəb hissini, əsəb hissini özümüzdə boğmağımızdır ki, mən düşünürəm ki, məsələn, yolda bu normal hadisə ki, baş verir, milyonlarla insan bura bir yoldan istifadə edərəkdən gəlir və burada sıxlığın olması da qaçınılmazdır və insanların istəməyərəkdən sənə bərk şəkildə toxunmağı, ayağını əzməyi və s. bunlar insanda qəzəbə səbəb olur və sən əsəb hissini boğaraq, qəzəbi özündə boğaraq səbir edirsən imama, Allaha xatir və düşünürəm ki, bu insanın əxlaqında, ən böyük əxlaqında müsbət təsir göstərir. Həyatda bəzi məsələlər var ki, insan onu sözlə bir özə verməkdə çətinlik çəkir. Mən düşünürəm ki, Ərbənin ziyarəti də həmin mövzulardan biridir ki, bunu sözlə ifadə eləməkdə insan çətinlik çəkir. Ən böyük səbəblərdən mən də qeyd edə bilərəm ki, İmam Hüseyin əleyhissalamdır və bir növ bura 3-4 gün ərzində ki, bu yürüyüş baş verir. Bir növ bu insanlar bu dünyadan təcrid olunmuş, baxmayaraq ki, bu dünyadadırlar, bu dünyadan təcrid olunmuş şəkildə baş verir. Məsələn, insanlar təmənnasız şəkildə kiməsə xidmət eləməkləri və bir növ bu xidmət sahəsində bir-birlərinə yarışmaları, bu yalnız mən İmam Hüseyin əleyhissalamın adına bağlaya bilərəm. Mənim fikrimcə, əgər bir şəxs azadlıq axtarırsa, elə o mənbəyi Ərbəyində axtarmalıdır. Çünki, məsələn, dünyavi mövzulara da diqqət yetirsək, əgər bir insan hansısa bir məqsədə çatmaq istəyirsə, həmin şəxsin lideri
liderlik xüsusiyyətinə malik olmalıdır. Mən deyərdim ki, bizim lider bildiyimiz şəxs ali şəxslərdən biridir ki, bu da İmam Hüseyn əleyhissalamdır və İmam Hüseyn əleyhissalamı izləyən, onun arxasında gedən bir şəxs necə də bu yürüyüş azadlıq yürüyüşü olmasın.